olacaq. Buyurun müəllimlər. Səadət müəllimə, buyurun. Axşamınız xeyir müəllim. Düzələr. İnşallah müəllim. Sınaq birə baxaq müəllimə. 4-ün 1-ci sualı. Buyurun. Baxın. Respublikamızın 1/2 milyon miqyaslı fiziki xəritəsinin miqyas kəmiyyəti 2 dəfə artırılarsa, aşağıdakı əlamətlərdən hansının artması baş verə bilər? Hansını artırsaq, bu eləyir 4 milyon. O zaman yəni ərazi kiçilir də daha çox. Burada artırılma baş verə bilər. Aha, Hər yəni üçündə də artırılma miqyas olur da müəllimə. kiçildi. Təhrif də artır. Bəli, təhrif də kiçilmə də artacaq, artır. kiçilmə dərəcəsi də generalizasiya da artacaq. Generalizasiya Doğrudur müəllimə. da G variantı olacaq. Axşamınız xeyir müəllimlər. Axşamınız xeyir Leyla Axşamınız müəllimə. xeyir. Axşamınız xeyir. İkinci suala baxaq. Ay Leyla müəllimə, bir müəlliməm var. Bundan iki deyir müəllimə, qoşulun mən də baxım. Sizin sualca bir dəfə qoşuldu Leyla müəllimə. Sizin sual cavabdan qorxubdu. Niyə? Deyin ki, Gülşən müəllimə, deyin ki, mən də ilk vaxtlarda belə idim. Suallar Dedim belə valla mən də demişəm. İndi deyirəm ki, bəs ay müəllimə qorxma. Valla yaxşıdır. İlk vaxtlar mən də qorxu çəkirdim, istəmirdim, amma yavaş-yavaş hamımız professor deyil ya ora qoşulanlar. Öyrənirik də öyrənmək üçün. O müəllimə nə olar o müəllimə. İmtahanda gedib sualları görəndə qorxacağını, indidən o qorxunu yenmək lazımdır. Bəs mən də onu deyirəm də. İndi deyir ki, at baxım. Keçən dəfəki müəllimdir. Görüm ürəklənə bilsəm mən də qoşulum. Yaxşı. Sınaq dərsimizdə də iştirak eləsin. Buyurun. Hə, qoyun da onu atım Leyla müəllimə. Təzədən qoşularam sizə. Hə, Səadət müəllim, ikinci sualımız. Bəli, yer kürəsinin sxemdəki vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin. Deməli, biz burada baxırıq, Günəş cənub yarımkürəsində zenitdədir. Bu tarixdən etibarən ekvator xətti üzərində Günəş şüalarının düşmə bucağı deməli artmağa başlayır. Bu doğrudur. Ekvator xətti üzərində Günəş şüalarının düşmə bucağı artmağa başlayır. Doğrudur da müəllimə bu. Bəli, Elə bir doğrudur. dekabrdadır. Bəli, Günəş şüalarının düşmə bucağı artmağa başlayacaq. Doğrudur müəllimə. Ekvatorda. Həm Bu ki, tarix buradan görürsünüz müəllimlər, cənub yarımkürəsində yay fəslidir, şimal yarımkürəsində qış fəslidir. Və Günəş cənub tropik üzərində zenitdədir. Və bu tarixdən, yəni etibarən ekvator xətti üzərində düşmə bucaq təbii ki artacaq. İkini oxuyun müəllimə. Bu tarix cənub qütb işıqlama qurşağında qütb gündüzlərinin deməli başlanma tarixidir. Bu tarixdə başlamır. Yəni qütb gündüzləri əsasən ekvator üzərində olanda 23 sentyabrda da, yəni cənuba doğru getdikcə. Aha, 23 sentyabrda başlayır. Daha sonra bəs bu 22 dekabr bəs nə tarix olacaq? 22 dekabrda mən artıq qütb gündüzləri deyil də orada. Yəni o azalmağa başlayır da orada, yəni. Yəni nə deməkdir bu? Qütb gündüzləri azalmağa. Yəni payız yəni gecə-gündüz bərabərliyi gündən sonra başlayır. 22 dekabrda isə cənub qütb dairəsində gündüzün ən uzun olduğu vaxtdır. Yəni sonlandığı deyə bilərik. Yəni burada başladığı sözü olmamalıdır əslində. Ona görə də bu da yanlış olacaq. Bu yanlış olacaq. Bir doğrudur. Hələ ki 3-ü oxuyun müəllimə. 2-nə çıxırıq. Bu tarixdə yer kürəsi qeyri-bərabər işıqlansa da gecə və gündüzün uzunluqlarının bərabər olduğu coğrafi enlik mövcuddur. Bu elə bayaq dediyimizdir müəllimə. Düzdür da, gecə və gündüz uzunluqlarının boyu 22 yəni gecə-gündüz həmişə bərabər olur da. 12 saat gecə, 12 saat gündüz, yəni gündüz olur. Olacaq. Aha, bunu doğru götürürük sonra. 3. Günəş şüalarının günorta vaxtı 26.5 dərəcə bucaq altına düşdüyü məntəqələr arasında ən qısa məsafə 14.097 kilometr. Deməli, biz bunu ilk öncə hesablamalıyıq. İlk öncə biz deməli 90-dan çıxırıq 26.5, alırıq 63.5, ondan da çıxırıq 23.5-i, 40 şimal enliyi. Deməli, 40 şimal enliyi 1 olur. Bir də deməli 63.5 düz deyirəm də müəllimə, biri 40 olur, biri də 63.5-in, bir də 87 dərəcə olur cənub enliyi. Hə. Bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Buradan bunlar arasında biz alırıq. Nə qədər? Neçə 90 idi də, hə. 63.5 edir. Yəni şimala bir dəfə, bir dəfə də cənuba, bunu toplayanda neçə alırsınız müəllimə? 63.5. O 87 alıram onda. Bəlkə 87 cənub enliyi olur, 40 şimal enliyi olur. 63.5-in üzərinə 63.5 gələndə
Biz tapırıq Yox müəllimə, 127. 20.5. Hə, elə olar. 127. 127 ilə nəyə vurmaq lazımdır? 111-ə 111-ə. vurmaq lazımdır. İndi müəllimə vurun Eritiyam. 127-ni 111-ə. Görün həqiqətənmi siz 14.097 rəqəmini alırsınız yoxsa yox? 111-i vururuq 117-yə. 127-yə. Hə, müəllimə, alınır. Hə, alırsınız. Bəli, Deməli 14-ün 1 də doğrudur, 3 də doğrudur, 4 də. Cavab neçə 4 də. olacaq? A. Amma biz yenə də 5 və A. 6-nı oxumalıyıq. Buyurun. Yeni Zelandiya və Taylandda gündüzlər uzanmağa başlayır. Xeyr, burada gündüzlər artıq qısalmağa başlayır həmin tarixdən etibarən. Orta Niyə torpaq görə? arası Çünki üzərində 22 dekabrda Cənub yarımkürəsində ən uzun gündüz sayılır ki, bu tarixdən gündüz sonra olur. gündüzlər qısalacaq. Qısalır. Aha. Bəli. Və bunlar təbii ki, Yeni Zelandiyada Cənub yarımkürəsindədir axı. Orada gündüzlər uzanmaz. 6-ya baxaq. Bəli. Odlu torpaq adası üzərində buxarlanma qabiliyyəti maksimum həddə çatır. Maksimum həddə çatır. Ha, bu da maraqlıdır. Hə. Demək odlu torpaq adası cənubdadır və 22 dekabrda yay olduğu üçün temperatur və buxarlanma da ən yüksək həddə olur. Düzdürmü müəllimə? Bəli, bəli, Həm bəli. bu bəli. yanlı odlu torpaq adasında qurudur axı. Fevral ayında Hə, su üzərində parlament. buxarlanma Hə. çox olar. Düzdür? Bəli, bəli. Quru Hə, ona görə donur, 6 bəli. da burada yanlışdır. 3-ə baxaq. Deməli 3. 6-cı və 16-cı saat qurşaqlarının yerləşdiyi müvafiq coğrafi obyektləri təyin edin. Deməli 6-nı vururuq 15-ə, bu eləyir 90 dərəcə şərq uzunluğu. 16 24-dən çıxırıq 16-nı, eləyir 8. 8-i də vururuq 15-ə, bu da eləyir 120 qərb uzunluğu. Deməli 90 şərq və 120 qərb uzunluğu. Bunun mən sizə Burada fani- konspektini atacağım. Müəllimə, hansı uzunluqlar hansı iqlim qurşaqlarından keçir, hansı əraziləri kəsir? 120 qərb uzunluğu. Və burada xəritəyə də siz baxsanız, görəcəksiniz ki, 90 dərəcə şərq uzunluğu bu yəni təsəvvürlə olan bir sualdır da. Müəllimə. Bəli, Bilirsiniz? elə Hansıdır? bəli, bəli. Yebəm daha çox uyğun gəlir. Benqal körfəzi və Vankuver adası. Bəli, 120 qərb uzunluğu deyərkən Vancouver olacaq və Benqal körfəzi 90 dərəcə şərq uzunluğu olacaq. 4-ə baxaq. Hansı coğrafi enlikdə günəşin çıxmasına daha çox vaxt sərf olunur? Günəşin çıxmasına daha çox vaxt sərf olunur. Yəqin lap şimal enli yollarda, lap yuxarı və yaxud da Təbii ki, cənub qütbə olaraq ən yaxın. yaxın olan enliyi Qütbə götürməlisiniz. yaxın. Təbii 62 şimal enli. 5-i də izah Yebəm. edin. Sonra keçək başqa bir müəllimə. Buyurun 5. Litosfer tavalarının xəritə sxeminə əsasən hansı tavanın hərəkət istiqaməti deməli burada səhv göstərilməni soruşur. Deməli 1 düzdür. Hə 2 yanlışdır da müəllimə. 2 yəni istiqamət əksin 4-lə olmalıdır. gərək eyni olsun axı. Bunlar şərqə Bəli, tərəf 4-lə. gedir elə bir. Ox bu istiqamətdə Bəli, bəli. olmalıdır. Hind-Avstraliya tavası ilə Nazca tavası eyni istiqamətdə hərəkət edən Eyni tavalar. istiqamətdir. Ha, 6-ya baxaq müəllimə. Hə, 6-cı Hə, sualdan buyurun. başlayaq. 6. Formalaşmasına daha az zaman sərf olunan eksogen mənşəli relyef formasını müəyyən eləyin. Formalaşmasına daha az zaman sərf olunan Trop dərəsi, kanyon, Kars mağarası, Astana. Barxan, kanyon. Kars mağarası müəllimə. Kars Barxan. mağarası da Astanadır. Bilirsiniz də Astanalar gəmiçilik, maneçilik törədir. Suyun Onda- üzərinə çıxır daşlar. Trog dərələri də bilirsiniz buzlaq fəaliyyətidir. Onda Kanyon. Barxan da müəllimə. Yəni bu bilirsiniz nə deməkdir? Yəni bunlar üçün Nədir? uzun müddət lazımdır bu relyef formalarının yaranması üçün. Amma Barxan küləyin təsiri ilə fəaliyyəti nəticəsində Təsirini yaranan qum Həm təpələridir. də, həm də belə məntiqlə onların dördü bir-birinə oxşayırdı, amma Barxan onlardan fərqli idi. Onu da elə Hə. götürə bilərdim. Barxanlar və götürəmədim, diyunların fərqi nədir müəllimə? Və biri aypara şəklindədir. Biri amma nətər deyim sizə? Yəni biri orağa bənzəyir, amma biri yox. Elə bir külək birində tam Hə, deyil. Barxan bir tərəfli küləkdir, diyun iki tərəfli küləkdir. Barxan Bəli, gün bəli. ərzində də öz formasını dəyişə bilər. Bir neçə gün ərzində formaya düşə Dəyişə bilər. bilər, Ona bəli. görə bu daha az sərf olunur zaman, yəni onun Amma formalaşması. hər ikisi küləyin təsirindən yanan relyef formasıdır. Bəli, yəni Səhralarda formalaşır. 7-ni səhralarda 7-ni izah edin müəllimə. Doğru olan fikirləri müəyyən edin. Şimal Aha. yarımkürəsinin bütün daimi küləklər eyni istiqamətdə əsir.
Şimal yarımkürəsində bütün daimi küləklər eyni istiqamətdə əsir. İyun ayında Namib səhrasında Liviya səhrasına. Şimal yarımkürəsində Yəni bir bütün oldu. yarımkürəsində. Təsəvvür edin ki, şimal yarımkürəsində bu ekvatordur, bu da 30'dur. Passat 30'dan ekvatora əsir. Amma 30'dan Amma 60'a küləklər eyni bu olmur. formada olar da, düzdür Eyni müəllimə? olmur müəllimə. O Eyni olmur. birinci düz deyil. Birinci düz deyil, səhvdir. İyul ayında Namib səhrasında Liviya səhrası ilə müqayisədə havanın su buxarı ilə doyma həddi daha aşağı olar. Bu düz day müəllimə. İyul ayında Namib səhrasında Liviya səhrasına nisbətən havanın su buxarı ilə doyma həddi daha aşağı olar. Bu düzdür. Keçən sınaqlarda demişdik ki, havanın su buxarı ilə doyma həddi daha aşağıdır demək, temperaturun aşağı olması deməkdir. Temperaturun aşağı olması da cənub yarımkürəsi üçün doğru olar da. Çünki cənubda qış Namib fəslidir. səhrası da İyul bəli, ayında Namib səhrası da İyul ayında Namib Müəllimə cavab 2 3 5-dir. düzdür. Düzdür. Namib səhrası cənub yarımkürəsində də Liviya şimaldadır. İyul ayında da Namib səhrasında aşağı olacaq da temperatur. çökən yağıntıların kütləsindən daha azdır. Buluddan çökənlərin yağıntısı, havada çökən yağıntının kütləsi Ümumiyyətlə müəllimə, buluddan havadan çökənlərin çökən yağıntısı. yağıntılar hansı yağıntılardır? Müəllimə, şeyhdir, qrovdur, sırsıradır. Bunlar havada əmələ gələnlərdir. Şey, duman, Yağış qrov, daha Aha, az kütləyə bəli. malik olacaq da müəllimə bunlar. Bəli. Düzdür? Amma buluddan tökülənlər yağış, dolu, qar, yəni onlar buluddan. Deməli onda havada çökən yağıntının Onların kütləsi buluddan daha çökənlər çoxdur. daha azdır. Burada Yox. da yazıb ki, azdır. Buluddan çökən yağıntılar daha çoxdur kütləsi, amma havadan az olacaq və bu da bizim dediyimizi təsdiqləyir bu cümlə. Onda Ona bu görə düzdür. düzdür. Bir də Aha. düzdür. Düz. Yox, yox. Bir də Soyuq hava səhvdir. tədricən yuxarı qalxaraq isti havanın üzərində laylı bulud əmələ gətirir. Soyuq hava yuxarı qalxaraq tədricən yuxarı. Soyuq hava yuxarı qalxmır axı. Soyuq hava elə bil aşağıya düşür. Onun əksi olur. Bu səhvdir. Əksinə olmalıdır. Təbii ki, isti hava yüngüldür, daha yuxarı Aha, qalxmalıdır. O bəli, zaman laylı bulud bəli. əmələ gələr. Hava Bulud yuxarı üstə qalxır. qalır, isti aşağıdadır, belə laylı olur. Bu Hədə yanlış. elə bil isti hava həmişə soyuq havanı sıxışdırıb aşağı salır. Sonra deyir qrov və sırsıra yer səthinə yaxın havanın soyması nəticəsində əmələ gələn yağıntı növüdür. Bu düzdür də müəllimə. Qrov və sırsıra yer səthinə yaxın havada Bəli. əmələ gəlir. Soyuma. Bir daha deyək, şimal yarımkürəsində bütün küləklər eyni istiqamətdə əsmir. Bir yanlışdır, birləri çıxırıq burada. İyul ayında Namib səhrasında Liviya səhrası müqayisədə havanın doyma həddi daha aşağı olur. Doğrudur. Daha Çünki aşağı olur. cənub Bu da yarımkürəsindədir. düzdür. Aha. Liviyada yuxarı olar məsələn. 2-ni doğru Bəli. götürürük. Havadan çökən yağıntıların kütləsi azdır. 3 doğrudur. Düzdür. Sonra Aha. soyuq hava Bir də yuxarı, beş. bu da yanlışdır. Bir də 5 olacaq. 2 Bir 3 də 5. 2 3 5 bəli. B Sonra variantı. deyir sxemdə verilmiş 2 4 Müəllimə, bir də altını izah 6. eləmədiniz. Altını da bir də izah eləyin. Suyun istilik tutumu az olduğuna görə tez qızır, tez soyuyur. Ay müəllimə, su tez qızmır axı. Tez qızır, tez də soyuyur. Əksinə. Suyun istilik Su tutumu burada az yazıb, tutumu. çox olmalıdır. Gec də Çoxdur. qızır Tez və gec Tez də qızır, tez soyuyur. də soyuyur. Tez də Aha. soyuyur, onun əksidir. Bəli. Sonra deyir, sxemdə verilmiş 2-ci, 4-cü və 6-cı rəqəmləri ilə göstərilmiş eyniliklərin yağıntılarının çox düşmə səbəbini müəyyən eləyin. Aha. Deməli, bunlar yüksək təzyiq. 2-də hansı eynilikdir Elə- müəllimə? 30-dan 60-a. İkidə- Oxumada Müəllimə, belə yüksək deyilir. təzyiqdə o. Yüksək təzyiq. 60-cı enlik hansıdır? Mülayim olmaz müəllimə? 60. Bəli, 50 ilə alçaqdır. 60 Altı- mülayimdir. Bəli, bəli, mülayimdir. Alçaq təzyiq olar orada. Mülayimdir. 0-da hansıdır müəllimə? O şey, o da Ekvatorialdır da alçaq 0. təzyiq. Alçaq 0 təzyiq. Ekvatorialdır. Bir də 6-cı. Bu da yenə O da 60. Bizə nə deyir? alçaq Burada təzyiq. 2, 4, 6 rəqəmləri mülayim, ekvatorial mülayimdir. Düzdürmü Onda müəllimə? elə İndi o gəlin təzyiq- xüsusiyyətləri sayın. Özü də görürsüz də hər ikisində qalxan havadır. Oxlar yuxarıya tərəf Yüksək görürsüz. təzyiq qurşağında yerləşmələri, alçaq təzyiq qurşağında yerləşmələri, keçid iqlim qurşaqlarından əmələ gəlməli enən hava axınlarının mövcud olması termik təzyiq qurşaqlarında. Müəllimə, bu termik təzyiq qurşaqlarında yerləşmələrdir. Mülayim axı dinamikdir müəllimə. Tropiklə mülayim dinamikdir, ekvatorialla Mən güc səhv salım. termikdir. B variantı, Bunda alçaq alçaq eləyir. təzyiq qurşağında yerləşmələri. Mən onları səhv salam. Hə. B variantı müəllimə. Gəlin bir-bir Hə. izah edək. Hə. Yüksək təzyiq qurşağında yerləşənlər hansılardır müəllimə? Hansı Yüksək elliklər? təzyiq qurşağı ekvatorialla yox. Yüksək təzyiq qurşağı. Yüksək təzyiqdə enən hava olur, enən havada Tropiklər yağıntı olmaz. Ekvatoriallı yağıntıda Tropiklərlə qütblərdir. Tropiklərlə qütblər. bunu çıxdıq. Bizə lazımdır ekvatorial və mülayimə aid xüsusiyyətlər. Mülayim. Onda Bir- belə B-yə baxın. alçaq təzyiq qurşağında yerləşmələri. Alçaqda yerləşirlər mülayimlə ekvatorial. Bəli, bəli. Bu B-dir. İndi C niyə Yüksək- deyil? Nə müəllimə? Niyə C deyil?
Keçid iqlim qurşaqlarında yerləşmirlər axı onlar. Əsas Ekvatorial iqlim və qurşağında yəni yerləşirlər. mülayimdə Bəli. əsas olacaq. Əsas iqlim Sonra enən qurşağıdır. hava olmaz Sonra dedik ki, necə hava olar? Oxlara baxın. qalxan Qalxan havadır. havadır. Bir də Bir də termik olmaz termik nəyə yox. görə? Çünki onlar Çünki deyəcəksiniz dinamik ekvatorial tərəfdir. Dinamik tərəf. termikdir qütblə. Amma bunlar dinamikdir. Amma mülayimlə tropik dinamikdir. Tropik Ekvatorial mülayim tropik olacaq termik alçaq, qütb olacaq termik yüksək təzyiq, termik. mülayim olacaq Amma dinamik mülayim- alçaq, tropik olacaq dinamik yüksək. 9-a baxın müəllimə. Cədvələ əsasən iqlim qurşaqlarının uyğunluğunu müəyyən eləyin. Cənub yarımkürəsində yalnız bir materikdə rast gəlinir. Xeyr, bu səhvdir. Yalnız bir materikdə rast gəlinmir orada. Avstraliyanın cənubunda da rast gəlmək mümkündür. Bir də Cənubi Amerikada. Bunu götürə bilmərik. Avstraliyada Tasmaniya və Tasmaniyanı nəzərdə tutursunuzsa mülayim dəniz o qitə olaraq aiddir Avstraliyaya, materik olaraq deyil. Belə. Həqiqətən də götürmək Cənub olmaz. yarımkürəsində yalnız bir Onda materikdə rast bir dənə gəlinir. Cənubi Amerikanı götürəcəyik də Bəli, müəllimə. Cənubi Amerikanı Onda bir dənə- götürəcəksiniz. Bəli. Yəni aiddir işıqlama- mülayimə. Bəli, onda A variantı aiddir. Bir dənə A A. olmayanları Sonra deyir- çıxaq da, C-ni çıxaq, B-ni çıxaq. Ay müəllimə, onda mülayim iqlim qurşağında yerləşən bütün ölkələrdə yayılmışdır. Bu düzdür də. Mülayim işıqlanma qurşağında məsələn Portuqaliya yerləşir. İtaliya yerləşir, düzdürmü? Onlarda mülayim Bəli. iqlim qurşağıdır müəllimə. Yox, onlarda subtropikdir, yox, subtropik. Portuqaliyada Türkiyəni onlarda götür. Deyir ki, subtropikdir. Türk dövlətləri içərisində yalnız cod yarpaqlı meşəkolluqlarda yerləşən ölkə də Türkiyə deyirik, amma o da mülayim işıqlanmadır, amma onun iqlimi mülayim deyil axı. O subtropikdə yerləşir. Bütövlükdə subtropikdir. Demək bunu Şimal yarımkürəsində az sahə tutur. Şimal yarımkürəsində az deyil axı mülayim, çox sahə tutur. əksinə. Musson tipində dəniz düz deməli, hə. Musson tipində dəniz tipindən fərqli olaraq illik temperatur amplitudu daha böyükdür. Onda hə bu düzdür. Musson tipində, mülayimin musson tipində dəniz tipindən fərqli olaraq illik temperatur amplitudu daha böyükdür. Onda A deyil. Bu doğrudur. Birinci. Sonra subtropika baxaq bir dəqiqə. Orada mən yazı oxuya bilmirəm müəllimə. Buyurun. 4 iqlim tipinə ayrılır. Subtropik 4-ünə ayrılmır axı ay müəllimə. Bu Niyə səhvdir. ayrılmır? Səbəb. Çünki 4 üçünə var. 4 dənə idi. Subtropikdə də 4 Ayrılır. dənədir. Mülayimdədir, hə, müəllimə? Mülayimdə də 4 dənədir. Hə, Subtropik yanıldım. tiplərini deyin müəllimə, hansılardır? Subtropik, bax müəllimə, Aralıq dənizi var, bərabər rütubətlisi var. Aha. Sonra bərabər bir də var idi, bərabər rütubətlisi, kontinent nə idi onun adı? Subtropikin kontinentalı. Kontinentalı var. Hə, 3, bir də mussonu var. Subtropikin mussonu 4 var. dənə oldu. İndi mülayimin tiplərini sayın. Mülayimin dənizi var, mülayimin mussonu var, mülayimin kontinentalı var, bir də kəskin kontinentalı var. Gördünüz 4 oldu. 4 Demək, həmən A mən doğrudur. yanıldım. A doğrudur. Cənub yarımkürəsində musson tipi müşahidə edilmir. Cənub yarımkürəsində düzdür də müəllimə. Bu Yəni yoxdur müşahidə musson. edilmir. Aha. Musson yoxdur, bəli. Mülayimin kəskin Elə kontinentalda yoxdur. Sonra Sonra C-yə onda baxaq. müəllimə, hə. Yayda mülayim, qışda tropik hava kütləsinin təsirinə məruz qalır. Yayda mülayim, qışda tropik. Subtropik Bu iqlim səhvdir. yayda mülayimdir müəllimə. Bizdə də var o subtropikdə. Subtropik yayda mülayim, qışda tropik hava kütləsinin təsirinə. Yox, bu səhvdir. Niyə səhvdir? Yayda subtropik, yayda mülayim deyil Yayda axı. tropik olar da. Yayda Əksi axı olur. tropik. Yayda tropik olur, bəli, onun əksidir də İkisi müəllimə. olur. Qışda isə Bəli. mülayim olmalıdır. Mülayim olur. Bu yanlış. Onun əksini veribdir, bəli. Aha, Yayıldığı ərazilərdə pampa yerləşsə də preri mövcud deyil. Çünki prerilər şimal yarımkürəsindədir. Subtropik iqlim qurşağı şimal Yalnız Cənubi Amerikanın pampalar Cənubi Amerikada yayılıb da müəllimə. müəllimə bir şey yadda saxlayın ki, cənub yarımkürəsində çöllər yalnız subtropikdədir. Amma şimal yarımkürəsində çöllər həm subtropik, həm də mülayimdədir. Mülayimdə də var, bəli. Keçən səfər Preri demişdiniz. mövcud deyil ifadəsi yanlışdır. Çünki subtropikdə yuxarıda, mülayimdə də subtropikdə şimal yarımkürəsində preri var. Burada deyir ki, Bəli, preri yəni mövcud təkcə deyil. subtropikdə deyil də, orada mülayimdə də var. Hə. Yəni burada deyir Onda ki, düzgün cavab hə. yəni bundan Birinciyə belə A bir deyil, qənaətə ikinciyə A gəlirik ki, istər şimal yarımkürəsində subtropikdə prerilərə, istər cənub yarımkürəsində subtropikdə pampalara rast gəlmək olar. Amma bundan əlavə olaraq şimal yarımkürəsində mülayimdə də Həm də mülayimdə preri var. Həm də mülayimdə Amma var. cənub yarımkürəsində mülayimdə pampa yoxdur. Yoxdur. Hə. Bəli. Buradan variantları Onda çıxırsınız, A cavabı variantı, A tapırsınız. variantıdır. A Hə. variantına uyğun gəldi. Onu da izah edin müəllimə. Cədvələ əsasən, bir dəqiqə, hava kütlələrinin
Hakim olduğu coğrafi obyektləri müəyyən eləyin. Kuba adası daima tropik hava kütlələri. Daima yayda, qışda. Kuba adası, Anadolu yaylası, Elə bir yay. ərazi Qışda. olmalıdır ki, tropikdə yerləşsin ki, daima tropik hava kütlələrinin təsirinə məruz qalsın. Müəllimə, biri Kaliforniya yarımadasıdır, tropikdədir. Mən birdən başlayın da. Kuba adası daima olur. Kuba adasında Gecəsiz bəli, tropik dənizdə Bəli, yerləşir. Kuba, Haiti, o tropik dənizdədir. Kolumbun Amma Anadolu gəzdirədir. yaylasında yayda yox. Nə vaxt olacaq ki, Anadolu Bilmiyorum. subtropikdə yerləşir. Yayda tropik olması bayaq dedik. Olar. O düzdür. Bir də qışda Hindiçin. Elə biri düz, birinci variantdır. Hindçin yarımadasında niyə qışda deyirik müəllimə? İqliminə baxmalısınız ərazinin. Hansı iqlimdə yayda tropik hava kütləsi olur və ya qışda tropik hava kütləsi olur? Oranın iqlimi, Hindiçinin iqlimi həm orada ekvatorialdır, həm də subekvatorial götürürük. Hindçin. Bunlar hansı iqlimdə yerləşir? Tropik, subtropikdə. Subekvatorialda müəllimə. Subekvatorial, subekvatorial. Subekvatorialda Qarşı- yayda və qışda hansı hava kütlələridir? Yayda və qışda birində ekvatorial, birində tropik. Hansında tropik, hansında ekvatorial olacaq? Onda qışda tropik, yayda ekvatorial. Hə, qışda tropik ola bilər. Hindçin. Ola bilər. Anadolu subtropikdədir. Subtropikdə necədir müəllimə? Anadolu subtropikdədirsə, onda mülayim yoxdur. Anadolu sırf subtropikdir. Tropik hava kütləsi. Subtropik iqlimdə hansı fəsildə müşahidə olunur? Yay. Yay fəsli. Biz müəllimə Azərbaycan da subtropikdədir, bizdə yayda deyil. Bəli, yaydadır. Yaydadır. Bir Azərbaycanda doğrudur. 65% subtropikdir. Bir doğrudur. Sonra Efiopiya yaylası, Braziliya yaylası, yayda, Viyana yaylası. Mən biraz iqlimləri qarışdırıram. indi müəllimə bu ərazilərin iqlimlərini deyin əvvəlcə. Bir dəqiqə, Efiopiya yaylasının iqlimi Hindistan, tropikdir. Hindçin yarımadası hansı iqlimdədirsə, subekvatorial, Efiyopiyada orada. subekvatorialdır. Subekvatorialda daima tropik hava kütləsi olur müəllimə. Xeyr, daimi olmur. O deməli bu yanlış Yayda. olar. Yanlışdır. Sonra Kaliforniya yarımadası, Kaliforniya Kap dağları, bir də Darfur. Kaliforniyada tropikdir də müəllimə. Kaliforniya tropikin səhrasıdır, doğrudur. Burada daima tropik olmalıdır. Bir əraziyə daima tropik hava kütlələrinin təsir göstərməsi üçün həmin ərazi tropik iqlimdə olmalıdır. Hə, onda bu düzdür də, 3 düzdür. Hə, bu doğru. Kap dağlarıdır. Bunları da oxuyun da Bir də müəllimə. Darfur. Bu nəyə görədir? O düzdür. Kap dağları da o da subtropikdə deyildi Kap dağları. Bəli. Yox, subtropikdə idi. Bir də Darfur platosu. Subtropikdə yayda olacaq, amma Darfur isə subekvatorialdadır, qışda olacaq. Adamı yanıldan o yayla qış məsələsidir. Sonra Hindqanqo balığı Müəllimə, daima yayı qışı bilmək üçün siz həmin ərazinin iqlimini bilsəniz kifayət edir. Əgər qışda olması üçün gərək bu ərazi subekvatorialda olmalıdır. Yayda olması üçün gərək subtropik iqlimdə yerləşən ərazi olmalıdır. Daima olması üçün bu ərazilər tropik iqlimdə yerləşməlidir. Yəni fərqi yoxdur. Tropik səhrada ola bilər, dənizdə ola bilər. 4-ə baxaq. Sonra Hindqanqo balığı, Hindqanqo balığı həm ekvatorial, həm subekvatorialdır. Bu ola bilməz. 4 ola bilməz. Sonra Sumatra adası, Hindqanqo balığı olacaq subekvatorial, burada daim olmaz. Subekvatorialda dedik ki biz tropik, qışda olur. Həm də bəli, qışda tropik, yayda Sonra Sumatra adası. 5-ə bax. Bu səhvdir də müəllim. Bəli, səhvdir. Laplato balığında da ola bilər. Subtropik. Dərsi bağlayın, zəhmət olmasa müəllimlə. Müəllimə, Siciliyada düzdür də, Siciliya adasında yaydadır. Meksika körfəzində də. 5. İran körfəzi, Meseta platosu, Efiopiya. Müəllimə, İran körfəzi tamamilə tropik iqlimdə yerləşir. Tropik səhrada. Bəli, daim olacaq. Bəli, o da subekvatorialda deyildi. Meseta İspaniya ərazisində subtropikdədir və yayda olacaq. Cape York, Arnhem yarımadaları subekvatorialdadır, qışda olacaq. Onda deyilə 1-3 1-3-6. Oldu müəllimə, sağlaşıram sizlə. Sağ olun müəllimə. Sağ olun. Sonra Fatimə müəllimə buyurun. 11 sizindir. Fatimə Əliyeva.
Salam müəllimə. Anlaşdırmışdır. A variantında İonik dənizi düzdür, Qara dəniz düzdür, Basboğazı o da düzdür, Avstraliyanın aşağısında. Bəli. Elə burada A variantı Avstraliyanın var. həm cənub-qərbində, həm də cənub-şərqində codyarpaq deyəndə Basboğazı tərəfi yada düşür. Məsələn, Bəli. B niyə olmaz məsəl üçün? B variantında Karib dənizində məsələn yoxdur codyarpaqlı. Dəniz mussondur, sarkası çıxır. Bəli. Sonra burada da Alyaska. Bəli, C variantında Sarı dənizi çıxır, mussondur. D variantında Hə, dedim Böyük mən Avustraliya körfəzində dənizi. Aha, Fandi körfəzini çıxarıq. 12-yə baxaq. Verilmiş sulardan hansından yarandığı geoloji dövrün canlılarına aid doğru məlumatlar əldə etmək olar? Yəqin ki, qumdaşı olar. D variantı. Hə, yəni daha üstdə olan süxur çökmə süxur olmalıdır. Və burada çökmə süxuru seçməliyik. Qneis, Hə, magmatik. Bunları çıxarıq. Bazalt, qranit. Cavab C olacaq, düzdür. Hə. Zamanla qum daşı nəyə çevrilir müəllimə? Qumdaşı Kvarsda. 13-ə baxaq. Tektonik çökmə zonasında yerləşir. Qışı mülayim keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Verilən xüsusiyyətlərin uyğun gəldiyi iki məntəqə üçün ümumi xüsusiyyətləri müəyyən edin. Burada tektonik çökmə zonasında bir aid olar. Ceyran çöl düzüdür. 2 aid olmaz. 2 də çünki mülayim isti iqlimdir. Aha, 3 də aid müəllimə bu olar. rəqəmlərdən seçməlisiniz. Həm tektonik çökmədə yerləşsin, həm də qışı mülayim keçən yarım səhrada yerləşsin. Bəli. 1 aiddir, 2 Məsələn, aid 5 olmaz. iqlimi düzdür, amma çökmə deyil də, qalxmadır. Ona görə 5-i çıxarıq. Bəli, bəli. 4-də də soyuqdur. Qışı soyuq keçir. 4 Şərq Ordubad tərəfdə yarım səhradır, amma qışı soyuq keçən. 1 və 3. 2-ni niyə götürmədiniz? 2 də çünki mülayim isti iqlimdir. Aha. Yarım səhra quru. İndi gəlin 1-ə 3-ə aid xüsusiyyətlərə baxaq. Bəli. Yerləşdikləri iqtisadi rayonların tərkibində 5 inzibati rayon mövcuddur. Hə. Üstə Bu Quba Xaçmazdadır, bu da Qazax Tovuzdadır. Hər ikisində 5 rayon, 6 şəhər deyirdik müəllimə. Qudatla qovları. Ha. Bəli. Hə, demək hər Demək birinci. 5 rayon var da, yəni. Düzdür? Bəli, 5 Bir rayon. doğru olacaq. Bəli. Bir doğru, bəli. 2 neogen yaşlı süxurlar üstünlük təşkil edir. Ceyrançöldə Yox, 2-də neogen yoxdur Qusar Mali düzənliyində. bu da Samur Dəvət Qova tərəfində, ona görə götürmədim. Hə, onu götürmürük. 2 götürülmür. 3-ə baxaq. Biraz burada olsaydı nöqtə məsəl üçün. Onu götürmək olardı Qusar Hə. Mali. Aha. 3 arid dendasyon relyef formaları yayılmışdır. Üçüncüdə arid dendasyon yoxdur ki, 1-də var, 5, bir də 4-də arid dendasyon olur. Bəli. Doğru. Sonra Sonra da yerləşdikləri təbii vilayətdə intrazonal landşaftlar formalaşmışdır. 1-də Kür boyunca Tuqay meşələri var, 3-də də düzən meşələri var. şollar düzü. Bəli. 5 rütubətli gəmsalı vahiddən kiçikdir. Düzdür. Doğru. Alluvial düzənlik deyə bilərik. Alluvial düzənlik Ceyrançöldə Demək var. olmaz. olmaz. İşte burada Ceyrançöldə 1, 4, 5 hansı variantdır? Təbii ki. E variantı. Aha. 14-ə baxaq. 14-də deyir ki, xəritə sxemasına rəqəmlərə müvafiq gələn dənizləri müəyyən edin. 1 Skot dənizidir, 3 Oxot, 4 Yapon. C variantı. Doğru. Bir daha deyim müəllim işarəliyə. 1 Skot dənizi, 2 Bering dənizi, 3 Oxot dənizi, 4 Yapon dənizi. Buyurun. 15. Daxili axarsız hövzənin saylarını müəyyən edin. A variantına Ural tökülür. Daxili axarsız hövzədir. Enbanıza aid deyil. Enbada aiddir, amma Limpopo okeana tökülür, aid deyil. Hind okeanına. Bəli, bəli. B variantına Şari aid olar, Amudarya aid olar, Sırdərya da aid olar. İrtiş Aid olmaz. deyəsən
Ya yox. Obonqol idi deyəsən. Irtış bəli, Obonqoldu. Hə, aid olmaz. Samur aid olar Xəzər dənizinə tökülür. Tarim aiddir. Amur aid deyil. Bəli. Sonra Diamantina bu çay bilmirəm hardan axır. Diamantina Avstraliya. Hə, Avstraliya onda aid olar O aid yəqin ki. olacaq bəli, daxili axarsızda Okavango. Okavango. Afrikada Onu da bilmirəm olacaq. harda deyirlər. Afrikada. Afrika. Sonra tərəfdədir. İli. İli, Balxaş gölü, Narın çayı da bilirsiniz də. Qırğızstan, Hə. Toktogul anbarı var, o da daxili axarsızdır. D variantı olacaq. D variant, bəli. Oldu müəllimə. 16-nı kim Sağ izah ol. edər? Sağ olun. Xanım müəllimə, buyurun. Salam müəllimə. Buyurun. 16 sizindir. Demək, çayın mənbəyində atmosfer təzyiqi 498,4 mm, mənsəbində 740,8. Bu çayın uzunluğu Kürçayın uzunluğunun 2 dəfə çox olduğunu nəzərə alaraq meyilliyi tapın. Meyillik düşmənin uzunluğuna olan nisbətidir. Kürçayı 1115-dirsə, 2 dəfə çoxdursa 3030 olacaq. Uzunluğu bildik. Düşməni də tapmaq üçün mənbədən mənsəbidəki təzyiqi çıxarıq. Demək, daha da 740-dan 498-ə. Belə də. Demək, belə çıxın. 252,4. Bunu 240,4. Bu ona vurandan sonra alırsınız müəllimə. Bir dəfə də deyin burada. Aha. Bəli, sonra ona vurmalıyıq, bəli. Aha. Bəli, bunu da tapdıqdan sonra təzədən böləcəyik 3030-a. Bu da təxmini 0,8 eləməlidir. Doğru. 17. 17. Euler-Venn diaqramına əsasən uzunluğu müəyyən edin. Tərtər çay, Köndələn, Viləş və Gilan çay. Demək ki, birinci bunların hamısı üçün oxşar olanı Hansı müəllimə? göstərin. Hansı mənbəyin Kiçik Qafqaz tektonik zonasında yerləşir mənbəyi? Bunların hamısı elə tektonik zon olaraq Kiçik Qafqaza aid. Xüsusiyyət olacaq. 3 onda A olacaq da. Üçün belə adı. Daha sonra nəyə götür? Göndələn Qidalanmasında qar, buzlaq suları təşkil edir. qidalanmasında yağış suları Viləş çayda olar. 4-də. Müəllimə, bunu oxuyun beni. Hansını? Hə, qidalanmasının qar və buzlaq suları Gilan çaya aiddir bu. Doğru. 5-1. 2 iqtisadi rayon ərazisindən axan hansıdır? 2 iqtisadi rayon Tərtər yox. Demək 2 iqtisadi rayondan axan olacaq. Tərtər. Tərtər idi. Tərtər. Şərqi Zəngəzur, Qarabağ. Qarabağ, hə, ikisindən axır. Sonra yağış suları Sonra hansında olacaq? Demək, yağış suları olacaq. Bu olacaqdır. Yox. Göndələndir, quru çaydır, incə çaydır. Sonra Qarqar çaydır, Xatın çaydır. 5 dənə çay yağış sularıdır Qarabağ silsiləsində. Ortaq xüsusiyyət yoxdur axı Köndələn. Mənsəbində yayı quraq keçən mülayim isti iqlim. Doğrudur. Bunu götürə Yəni bilərik. burada aid olacaq 4-ə Y. Sonra Gilanı dedik. Sonra hansı qaldı? 3-ü dedik. Göndələnə aid olanda mənsəbinin İnzibati rayon 2 şəhər mövcuddur mənsəbi. şəhər mövcuddur. Hansında var? Füzulidir, Horadizlə Füzuli. Göndələn çayın Mənsəbi mənsəbi Füzulidir. Füzulidə Horadiz şəhəri var. Horadiz, bəli. Aha. 18-ə baxaq. Bir C oldu. Bəli. Mən xüsusiyyətləri dedim müəllimə. Müəllimlər özləri qruplaşdırarlar. Sonra baxarsınız videoya baxırsınız. 18-ə baxaq. Üzərinə su elektrik stasiyası inşa edilmiş su anbarlarını müəyyən edin. Demək olacaq Mingəçevi yox. Nohur qışlaqda yoxdur. Su qovşan, Taxta körpüdə var, orta ölçülü, Varvarada var. Belə bu olacaq. Cavanşirdə yoxdur. Aşıq Bayramlı, bunlarda yoxdur. Xambulanda yoxdur. Beybəndə. 19. 19. Demək, Kür çökəkliyində yerləşən silsilələr, bunlar bildiyimiz Bozdağ, Palantökən, Daşüz, bunlardır.
Çobanlıq da var. Burada Cəfəryaylaq Qəbələdədir. Bunu çıxarıq. Qəbələdədir, bəli. Niyaldağı Sonra çıxarıq. Böyük Qafqaza aiddir. Niyaldağı, bəli. Sarıdərə də deyil. Aha. Sonra Ləngəbizdə ora Çıxdı. aid deyil. Qaldı. Bəli. Bir də Daşüz də hardadır Xocaşenlə? Daşüzdə Mingəçevirdən Təsəvvür edin ki, bu Acınahor gölüdür. Aşağıda Xocaşən və Xocaşen, Daşüz isə Xocaşen. yuxarıda. Daşüzdə yuxarıda, bəli. 20-yə baxaq. 20. Xəritə sxemi əsasında rəqəmlərə müvafiq gələn relyef tiplərini müəyyən edin. Demək, intensiv parçalanmış alçaq və orta qırışıqlı arid dendrosion silsilə və tirələr. Düz deyil müəllimə. Düzdür. Seyrançöldə arid belədir. dendrosion. Arid Bəli. endosyon. Bəli, var, arid dendrosion var. Aha. Vulkanogen prolüvial platolar və alüvial prolüvial İkidə var. düzənliklər. 2-də. Ola bilər. Bunun xəritəsi var, ərazilər. geomorfoloji xəritə. Onu ataram Bəli. sizə. Bəli, burada olacaq, bəli. 2-də Zəngilan tərəfdə, Cəbrayıl tərəfdə vulkanogen süxur var. Sonra 3 parçalanmış və zəif parçalanmış sinklon çökəklik və platolar. Bu da olmaz. Bunu Samur Dəvəçov aldı. Aha. 4-də intensiv parçalanmış yüksək qırışıq qaymalı dağlar. 4. Yox. Da olmaz. Qırışıq qaymalı dağlar Orada Talış dağlarında yoxdur. 5-ə baxaq. orta parçalanmış alçaq qırışıq qaymalı dağlar. 5 qobus orada ümumiyyətlə Orada da yoxdur qaymalı dağlar. yoxdur, bəli. 6-da baxaq. 6 alluvial düzənliklər, bəli, ola Təbii bilər. ki. Yəni burada olacaq 1, 2, 6. 1, 2, 6 deməndə. 21-i kim izah edər? Mən izah edə bilərəm müəllimə? Buyurun Zərifə müəllimə. Buyurun. Bəli. Deməli, deyək, xəritə sxemi əsasən zodiak yarpaqlı həmişə yaşıl meşə kolluqlar, dəyişkən rütubətli meşələr, bir də enli yarpaqlı meşələrin yerlərini deyir. Deməli, zodiak yarpaqlı həmişə yaşıl olan altın deyə bilərik. Böyük Avstraliyanın qərbində, şərqində daha doğrusu, cənub-şərqində. Daha sonra dəyişkən rütubətli meşələrə biz 2-ni aid edə bilərik. Daha sonra bir də enli yarpaqlı meşələrdə bir böyük göllər ətrafını qeyd etmək olur. Apalaş dağlarında da qarışıq meşələr və enli yarpaqlı meşələr var. 22-yə Bəli. baxaq. Deyir Lənkəran Astara İqtisadi rayonunun bütün inzibati rayonlarında mövcud olan sənaye sahələrini müəyyən edin. Burada hamısında yeyinti və yüngül sənayeni qeyd etmək olar müəllimə. Burada nəyə çıxarsınız məsəl üçün B-də? Şərab məsələn B-də fəraqçılığı. zavodları Lənkəran və Cəlilabaddadır. Meyvə tərəvəz məsəl üçün Masallıda var, Lənkəranda var. Hamısını ayrı edə bilməliyik. Lerikdə məsələn yoxdur. Hasilat ümumiyyətcə yoxdur. Hasilat yoxdur, elektrotexnikada olmayacaq müəllimə. Elektrotexnikada yox. Sayıları müəyyən edin. Viləşlər masallı və yardımlı. Bunu götürmək masallı. Biləş Masallıdan və yardımdan keçir. Lənkəran çayı Lənkəran və Lerikdən keçir. Bolqar çay Cəlilabad və Biləsuvardan keçir. Amma sırf Astaranın ərazisindən Astaraçay və Təngərüd çayı keçir ki, Şindanqala qalasından öz mənbəyini götürür. Şindanqala dağından daha doğrusu. Bəli. Sonra bunun deməli bir olan variantları götürürük. Bəli, Qarqarçay, Xankəndi və Xocalı, Qarqar. Bu Qarqar. Bu götürmək olar deməli, doğrudur. İkisindən də keçir. Bəli. Bərgüşad, Qubadlı və Zəngilan bunu düz gəlmir. Çünki Qubadlı Zəngilan ərazisinə düşmür təkcə. Bərgüşadın ikinci adı özü Həkərdən də uzundur ha. Sadəcə Ermənistan tərəfdəndir. Biz onun qısa hissəsi Azərbaycana düşür. Qubadlıda birləşir də Həkəriyə. İkinci adı Bazarçaydır. Ona görə Zəngilanı götürə bilmərik. Qubadlı şəhərindən keçir. Bir də Qudyalçay, Quba, Şabran. Qubadan keçər, Şabrandan keçməz. Şabrandan keçir. Bəli, bir də Tərtərçay düz gəl. 1, 2, 5, Kəlbəcər, Bərdə. Bərdə mənsəbi idi. Kəlbəcərdə başlayırdı. Füzulidir mənsəbi, amma Horadiz şəhərindən keçmir. Ona görə altını götürmədim. 24-də baxaq. Bəli. Respublikamızda arid landşaftın mühafizə edildiyi qoruqlar. Buna Eldar Şamı, Körçay, Türyan çayı qeyd edə bilərik. Çünki İsmayılda meşələr var. Yenə C variantında İsmayılda İlusu bu meşə landşaftıdır. D-də yenə elə. Y-də də Qaragöl meşə landşaftında, yəni ətrafında meşə landşaftı olduğuna görə çıxır. Şahbuz qoruğu Zəngəzur Milli Parkındadır. Və orada dərman bitkiləri qorunur. Dərman bitkiləri.
Bəli. Bir də müəllimə bu daxilində əlavə milli park olan biz Şahdağı Şahdağı, deyirdik. Şahdağı götürürük, bəli. Bəli. Pirqulu. Aha, bir də xəritə Buyurun, bəli, indi Qəbələ yasaqlığı da var idi. Bəli. Xəritə sxeminə əsasən cədvəldə verilmiş hansı sıraların doğru olmadığını müəyyən edin. Deməli 2-3 düzən meşələri aid eləmək olar. Bir Aha. düzdür, amma düz olmayanları seçməliyik. Ona görə B ilə D variantını çıxırıq. Daha sonra 1-2-də arid dendasyon relyef formaları 1-ə aid eləmək olar, 2-ni götürmək olmaz. Doğrudur müəllimə. Bizə olmayan Ona görə lazımdır. Bir doğrudur, biri çıxırıq, 2 yanlışı götürürük. 3-ə baxaq. A ilə Y variantına yəni qalır. Daha sonra 3 endemik bitkilər rast gəlinir 1 və 6-da. 1-də Eldar Şamı olar, götürmək olar, amma bunu çıxırıq çünki düz variantdır. 6-da da bilirsiniz də Girkan Milli Parkı. Bəli. Ona görə Y variantı qalır, amma baxaq 4-5-də vulkanogen töhmə süxurlar yayılmışdı. 4 olar, amma 5 olmaz. Amma 5-də Naxçıvan götürürük müəllimə vulkanogen süxur. 4 ilə 5-dir müəllimə. Biz bunu götürəcəyik, Bəli. doğru. Bəli, var. Hətta Talış dağlarında da həmçinin var. Hə. Sonra 3-5-də yay quraq keçən mülayim isti iqlim 3-5. Mülayim isti Naxçıvanda yoxdur. Ona görə bu variantda götürürük. 5 olan Y variantı çıxır müəllimə. 4-6-da radiasiya respublikamızda günəş sənin ümumi günəş radiasiyasının minimum qiymət aldığı ərazilərdir. 4-6 yox. Bu dağlıq ərazilərdə götürmək olar. Birində var, birində yox. Ona görə də bu da yanlış ifadədir. Ona görə Y variantı olur. Bəli, bəli. Müəllimə, siz deyin ki, biri aiddir, məsələn, inkişaf etmiş ölkə, birinə də inkişaf etməkdə olan ölkə. Siz indi bu xüsusiyyətləri ona birinci uyğun aid tapdırın. demografik keçidin ikinci mərhələsi səciyyəvidir. Bu ikinciyə aiddir. B-yə, ikinciyə. İnkişaf etməkdə olan, inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bu olacaq birinciyə. Friksiyon işsizlik. Friksiyon işsizlik. Əhalinin təkrar artımının müasir tipi səciyyəvidir. Bu da 1-dir. Əhalinin ümumi sayında İnkişaf uşaqların etmiş payı daha ölkə çoxdur. və müasir tip 2-dən 4-dən bilirik ki, bu 1-ə aid olacaq. İnkişaf etmiş ölkəyə aid olacaq. Yəni 2 ilə 4 hansı variantdadır müəllimə? 2 ilə 4 2 variantdadır. Oradan da C uyğun gəlir. 5 də aiddir ikinciyə. Əhalinin ümumi sayında uşaqların payı daha çoxdur. Friksiyon işsizlik hər ikisində ola Hər bilər. ikisində ola bilər, bəli. Az sonra növbəti suala keçirik. 27-yə baxaq müəllimə. Əhalinin orta sıxlığı 128 nəfər kvadrat kilometr olan regionun həqiqi sahəsi 260 min kvadrat kilometrdir. Bu regionda əhalinin təbii artıq 1,6% olarsa, il sonunda əhalinin orta sıxlığı hər kvadrat kilometr neçə nəfər artar. Bu məsələlərdə mənim çətinliyim var. Bunu mən Sıxlıq qarışdıracağım. bərabərdir say bölməli sahəyə. Əraziyə. Əraziyə daha doğrusu. İndi tapaq da müəllimə. Burada 128-dir. 260 min nəfər. 128 bərabərdir. 260 min. Nə edirsiniz? Bu rəqəmi bu rəqəmə vurun müəllimə. Deməli 128-i buluram. 200. Bu da eləyəcək 33 milyon 280 min. 280 min. Tapdıq. Təbii artım. Demək bunun 1,6%-ni tapın müəllimə. Bu rəqəmin. Burada yazıb bu regionda əhalinin təbii artımı illik 1,6% olarsa, bu rəqəmin 1,6%-ni tapırsınız. 480. Aha, 532.480. Sonra siz bu rəqəmin üzərinə tapdığınız üzərinə gəlməlisiniz 532.480-i. Gəlin müəllimə. Deməli 33 milyon 280 min. 338 bu nədir? Yox, 33 milyon nə tapırsınız orada? 812 min 480. Hə, o rəqəmi 3380, dur mən 2 bölürük neçəyə müəllimə? İndi bölürsüz. 26 minə. 26 minə böləndə siz təqribi 130-a yaxın bir rəqəm alacaqsınız, yuvarlaq deyək də. Amma burada 128 verib, düzdürmü? Demək nə qədər artıb? İlin sonunda deyir nə qədər neçə nəfər artar.
1,6% olsa 128-dirsə mən 132 nəfər olar da müəllimə. Düzdür? Hı. Hı. Biraz Bəli. rəqəmlər qorxuludur. Bu da orada onsuz da imtahanda orada hesablamaq üçün var. Belə bir məsələlərdə ondan istifadə edə bilərsiniz kalkulyatordan. 28-ə baxaq. 20 Cədvələ əsasən doğru 26-nı sıraları verin. müəyyən Bu. Buna bölürsüz axırda. Hə, 28-ə baxaq. Həqiqi sahəsinə yəni bölürsüz. 28 Deməli, cədvələ əsasən doğru sıraları müəyyən edin. Deməli, şərti işarə idxalçı ölkələr, idxalçı ölkələr. Deməli, birincidə alüminium, boksit, belə. Avstraliya, Braziliya, Doğrudur da Yaponiya, müəllimə. ABŞ. İkisində də boksit Onlar. var. Aha. 2-yə baxaq. Deməli, daş kömür Çin, Hindistan, Türkiyə, Qazaxıstan, ixrac, idxal. Türkiyənin, Qazaxıstanın özündə daş kömür var da neynir ki daş İdxal kömür? yox, yox, idxal eləməz. İdxal yazıb alır yəni. 2 yanlışdır. 3-də deməli nədir? Qalaydı. Civə. Qalay. Yox, qalay. Malayziya, Peru, ABŞ, Yaponiya. Bu olar. Malayziya, Peruda olar. Yaponiya, ABŞ-da idxal eləyər. Misk, Zambiya, Çili, Almaniya, Fransa. Çili, Zambiya buralarda da var. Bəli. Almaniya, Fransada idxal eləyər. Zambiya, Mərkəzi Neft Afrika, Tunisi, Ukrayna. Çilidə bilirsiniz çünki Kamata mədənindən. Təbii ki 4 də doğrudur. 1, 3, 4 doğru cavabdır amma biz 5, 6-nı da oxumalıyıq. Venezuela, Ukraynada. Dəmir filizi, Liberiya, Rumıniya. Mən sizə sual vermişdim ki, dərsdə Afrikada dəmir filizinə görə seçilən ölkə hansıdır? Liberiya. O neynir ki alsın? Onun özündə var da. Aha, 6-ya baxaq. 6 bu fosforitdir yoxsa apetit. Çin, Tayland, Mərakeş, Fosforit. Misir. Fosforitdir bol. Yəqin ki, Mərakeşdə idxal eləməz. Mərakeş özü fosforit qurşağı yerləşir. Ha, 6 da yanlışdır. 29-a baxaq müəllimə. Xəritə sxemdə təsviri verilmiş körfəzə aid olan əlamətləri müəyyən edin. Körfəz. İran körfəzidir müəllimə bu. Tropik işıqlama qurşağının şimalda yerləşdiyinə görə mərcan riflərinə rast gəlinmir. Axı bu Gəlinər. 30-dur. 30-dan aşağıdır da bura. Düzdür müəllimə? Mülayim işıqlamadır. Mülayim işıqlamadır. Səhvdir. Yox. Şimal və qərb səhvdir də mənim tropik işıqlama da deyil də bu. Qurşağının şimalda yerləşdiyinə görə mərcan riflərinə rast gəlinmir. Niyə ki 30-dan aşağı rast gəlinmir, 30-dan 30 arasında? Gəlinəcək də rast. Gəlinir. Rast gəlinəcək də doğrusu. Şimal Sonra və qərb sahilləri subtropik. Cənub və şərq sahilləri isə tropik iklim qurşağına aiddir. Şimal və qərb sahilləri subtropik, cənub və tamamilə şərq. tropik səhrada yerləşir. Bayaq cədvəldə var idi, Aynura müəllimə izah edirdi. İran körfəzi tropik hava kütlələrinə daim təsir altındadır. Ona görə 2 də yanlışdır, 1 də yanlışdır. Sonra Hörmüz boğazı onu qonşu su hövzəsi ilə birləşdirir. olmalıdır. Ədək Omanla İran körfəzini Hörmüz boğazı birləşdirir. O biri Ədən deyəndə Bab-el-Məndəb boğazıdır. Aha. Sahilində yerləşən ölkələr zəngin neft və qaz ehtiyatlarına malikdirlər. Bu olacaq. Ən uzun sahil xətti İrana məxsusdur. Bu da düzdür. Xəritədə görünür. İranın hansı Orta limanını Doğu- tanıyırsınız müəllimə? Dəniz limanını. Park. Axı ilə gəlirdi. Park. Bəsrə hansıdır? Bəsrə. Bəsrə. İraq. İraq. İraqdır. Bəs Rastanura. Rastanura da Səudi Ərəbistan. Ərəb. Mena Əl-Əhmədi. Küveyt. Arusyalı monarx ölkəsində. Bəli, Küveyt olacaq. Küveyt. Burada altını da oxuyun müəllimə. Bir dəqiqə görmürəm. Bir dəqiqə. Dondu. Cədvəldə verilən Afrika ölkələrinin hansılarının Yox müəllimə, yerlərini orta dəyişsək, tuzluğu dünya okeanı tuzluğundan çox olacaq. Bu yanlışdır. Ona görə biz nə hansı variantı götürdük? 3-ü, 4-ü, 5-i. Yəni C variantını. 30-a baxaq.
Cədvəldə verilən Afrika ölkələrindən hansılarının yerlərini dəyişsək, onların qərbdən şərqə doğru düzgün sırasını müəyyən etmək olar. Gvineya, Bissau. Bu təsəvvür Afrikada bax belə, bu formada. Qərbi Afrika tərəfidir, yəni bura. Bura Gvineya körfəzi təsəvvür edin. Burada ölkələr necə ardıcıllıqla gedər? Benin, Togo, Ghana. Bissau, Gvineya Bissau, sonra gələcək Liberiya, sonra gələcək Ghana. Biz gülməlicə səslənsə, imtahana az qalmışıq keçən qrupla. Biz bunu qutab sözünə yada saxlamışdıq. İndi saytları çıxırsınız. Ghana, Togo, Benin. Belə bu formada. Elə yəni oradakı ölkələrdə, yəni yan-yana yerləşən ölkələri. İndi burada ardıcıllıq isə belə gedəcək. Bissau, sonra gəlir Liberiya, sonra gələcək Ghana, sonra gəlir Togo, sonra da Benin olacaq burada. Qutabın bu yəni sondakı da Ghana, Togo, Benin. Sistemdə verilmiş A dənizinə aid olan doğru fikri müəyyən edin. Deməli, Türkiyə və Yunanistan arasında əlbəttə Egey dənizidir bu hissə. Ən böyük adası onun cənub sərhəddində yerləşən Kipr adasıdır. A dənizinə aid. Xeyr, yəni Kipr orada yerləşmir. Krit adasıdır həmin. Coğrafi mövqeyinə görə adalararası dəniz hesab olunur. Egey dənizi adalararası dəniz deyil. Çünki hər iki tərəfdən ölkə ilə əhatə olunubdur. Orta duzluluğu Qara dənizin daxili dənizdir. Orta duzluluğundan daha azdır. Orta duzluluğu Qara dənizin orta duzluluğundan daha azdır. Egey dənizində çox olmalıdır. Qara dənizdə azdır orta duzluluq. 18 Amma promil. burada çox Egeydə çox olmalı. olur. Tropikə doğru gedir. Aha. Sonra deyə Bosfor boğazı onu deməli, Bosfor boğazı onu Mərmərə dənizi ilə birləşdirir. Xeyr, bu da Dardanel boğazı olmalıdır. Yəni dedə aid deyil. Zəlzələ və hansı dağ əmələ gəlmə zonasında yerləşir? Bəli, Y bəndidir. 32-yə baxaq müəllimə. İsraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi sistemlərinin yenidən işlənməsi, həmçinin təbiətdən səmərəli istifadə edilmək üçün güzəşt və imtiyazların tətbiqi ekoloji siyasətin hansı istiqaməti hesab edilir? Ətraf mühiti çirkləndirir. Siyasətin məqsədi ilə siz mənə deyin, hansı siyasi, hansı iqtisadi, hansı qanunverici, hansı inzibati nəzarət, hansı maarifləndirici təbliğatdır? Deyirsən müəllimə, əhalinin ekoloji bilikləri və mənəvi məsuliyyətinin formalaşması hansına aid olacaq? Mənəvi məsuliyyət, ekoloji biliklərini bilik, maarifləndirici təbliğat olacaq. maarifləndirici. Ekoloji monitorinq, təbiətin mühafizə qanunvericiliyinə əməl olunmasına və təsərrüfat fəaliyyətinə nəzarət. Qanunverici. Nəzarət hansına aid olacaq? Qanunverici olur. İnzibati İnzibati nəzarətə. nəzarət olur. Desəm, ətraf mühitin mühafizəsi uğrunda hökumətlər, təşkilatların, siyasi O təşkilatlar zaman qanunverici. yenə də siyasi olacaq. Siyasi. Sonra qaldı 2 dənə müəllimə. Qanunverici və iqtisadi. Cəmiyyət, istehsalat, təbiət arasında münasibətlərin tənzimlənməsinə yönəldilmiş qanunların qəbul edilməsi. O da qanunvericidir. Doğrudur. İndi suala da baxın müəllimə, dediklərimə də baxın. Ətraf mühiti çirkləndirən müəssisələrin ödəmə və vergi sistemlərinin yenidən işlənməsi, təbiətdən səmərəli istifadə edənlər üçün güzəşt və imtiyazların tətbiqi. B variantı. İqtisadi. 33 ilə 34-ü kim izah edər? Səadət müəllimədən başqa. Buyurun Aynur müəllimə. Fatimə Əliyeva. Xanım müəllimə. Bəli, müəllim, izah edim. Buyurun. Və 33 Böyük Qafqaz təbii vilayəti üçün doğrulan fikirləri müəyyən edin. Boz qonur, düzən meşə çəmən torpaqlarına rast gəlinir. Bəli, bu doğrudur. Sonra çayların əksəriyyəti öz mənbəyini baş sayıcı hissədən götürür. Bu da düzdür. Sonra şimal-şərq hissədə hündürlüyə doğru landşaft inversiyası müşahidə bu burada deyil. Deməli, bu Lənkəranda olan landşaft inversiyası. Şimal-qərb hissə əsasən çökmə, cənub-şərq hissə isə möhkəm maqmatik və metamorfik. Bu da uyğun deyil. Maqmatik ümumiyyətlə Kiçik Qafqaza aid olur. Respublikamızda mövcud olan bütün palçı vulkanlar bu təbii, bütün yox, Kürdə də var da, Kür çökəkliyində də var. Bəli, müəllimə. Kür vilayətində də var. Bəli, Kür fiziki coğrafi rayonların sayına görə yalnız Kür çökəkliyindən geri qalır. Bəli, bu düzdür. Aha. 1, 2, 6. 34-ə baxaq. 34. Xəritə sxemə əsasən rəqəmlərlə göstərilən ölkələr üçün ümumi əlamətləri müəyyən edin.
Demək, Estoniya, Latviya, Litvada bu. Aha. Demək, Rusiya Federasiyası ilə həmsərhəddə bu doğrudur. Avropa İttifaqı və NATO hər ikisinə üzvdülər. Əksəriyyəti Latviya, eyni bir Litva, ailə Estoniya üçü də üzvdür. Litva nəyə əsasən? Kaliningrad vilayətinə əsasən biri ona görə götürülür. ona görə Rusiyanın sərhəd sayılır. 2, üçü də Evet. üzvdür. Həm Avropaya, həm də NATOya. Və NATO üzvdür. Eyni dil ailəsi deyil. Estonlar Ural dil ailəsidir. Digərləri isə Hind-Avropanın Baltik qrupuna aiddir. Bəli. Sonra düzənlik relyefi üstünlük təşkil edir. Bəli, götürə bilərik bu əraziləri. Demoqrafik keçidin birinci mərhələsi xeyr. Birinci mərhələ o yerdə qalmış Burada ölkələrin mənfiyə gedir burada vəziyyət. Mənfiyə gedir, bəli. Burada 4 ola bilər məsələn. 4 ola bilər, bəli. Aha. Zəngin yaradıcı sərvətləri mövcud. Fərqlənir dünyada. Estoniyada var. bəli. Amma ki üçünə də aid etmək olmaz da. Yəni həm də ki ümumilikdə heç bu üç ölkəyə də belə çox da seçilmir axı zəngin yeraltı sərvətlərlə. Ona görə seçmirik. Orada gətirmək qalmalıdır ona görə. Aha, 35-ə baxaq. Yox. Verilmiş göllərdən Mənim sizdə 2 dənə oldu. Oldu. Aha, bəli oldu. İndi keçirik 35-36-nı kim izah edər? Burada cavab C variantı oldu. C. 35. Fatimə Əliyeva buyurun. Bəli, müəllim. Deməli, 35-də verilmiş göllərdən mühüm təbii rekreasiya zonasında yerləşənləri müəyyən edin. Dağlıq bölgədə yerləşənləri götürərik. Batabat və Göy gölü. 2 və 4 C variantı. Doğrudur. 36-ya baxaq. Cədvələ əsasən hansı inzibati rayonda əhalinin mütləq təbii artımının daha çox olduğunu müəyyən edin. Burada çıxacaqsınız bir-birindən. Bu rəqəmdən bu rəqəmi çıxarsınız, 30 alarsınız. Sonra 30, bəli. İkincidə təxminən 10. ən çox Bizdə D Cəlilabad variantı. da müəllimə. Ən çox Cəlilabad olacaq. D variantı, bəli. Qazaxda 97,6-dan 89,4 çıxanda 8,2 edir. Ən çox 30 burada Cəlilabadı götürürük. Rəqəm olaraq. Bəli, D variantı. Çünki bizə daha çox deyir təbii artım. Oldu müəllimə. 37 38. Müəllimə mən oxuyum. Buyurun. Müəllimə mən oxuyum. Buyurun. Mən oxuyum. Hə. Weyler diaqramına əsasən uyğunluğu müəyyən eləyin. Bir dəqiqə qoya yaxınlaşdım. Hə, orada Laosla Vyetnam, Hind-Çin ölkələridir. Mən Hind-Çin üzrlü sayıram. yarımadasın. Burada 34-də niyə biz 5-i götürmədik? Demokratik keçidin birinci mərhələsi Somali aiddir. Qəbilələr aiddir. Latviya, Litva, Estoniyada olmaz. Birincidə təbii artım da çoxdur, ölüm də çoxdur. Amma Latviya, Litva, Estoniyada mənfiyə doğru gedir. O baxımdan. Hə. Buyurun 37. Hə, bir dəqiqə. 37-də yaxınlaşdırım. Tez getdi bir dəqiqə. Hə. Vyetnamla Laosu deyir müəllimə. Asiyanın sosialist ölkəsidir. Hər ikisi sosialistdir. O 3-ə verici, 3-ə 1. Çin, Kamboca, Taylandla həmsərhəddir. Bir dəqiqə Taylandla həmsərhəddir. Bu 1-ə gedər də müəllimə Laosa gedər həmsərhəd ölkələr. Sonra dəniz sahili mövqeyə malikdir Vyetnam. Vyetnamın dəniz Laos sahili mövqeyi materik var. daxili ölkədir yeganə Hind-Çin yarımadasında. Bəli. O materik daxilidir. Amma Vyetnam yarımçıq qaldıq 37-də. Dəniz sahili mövqeyə malikdir Vyetnam, Laosun yox, Vyetnamın 2-yə 3. Bir də ərazisindən Mekong çayı keçir. Ay müəllimə, hər ikisinin ərazisindən keçirdi Mekong çayı. Doğrudur. 1 ilə 4 Laos və Vyetnam üçün oxşar xüsusiyyət olacaq. Bəli, bu da A variantına uyğun gəlir elə birdən. Aha, 38. Sonra, bəli, uyğunluq gözlənilməmişdir. Elektron energetika, pambıqçılıq, taxılçılıq, Milmuğan iqtisadi rayonu. Bir dəqiqə. Hasilə sənədi düzdür. Hasilə Milmuğanda sənədi qoyunçuluq, elektroenergetika olmaz arıçılıq. axı. Ada pozlarda. Yoxdur, elə o səhv oldu da müəllimə. Elə səhv o variantda. O birisləri oxuyurdum. O birisilər hamısı düzdür. Fəraş tərəvəzçilik, kartofçuluq, Cəlilabadda, Lənkəran Astara düzdür. Neft-qaz sənayesi, biologiya quşçuluq, tumlu Siyədənə meyvəçilik, görə qubaq qubaq açmaq. açmada siyədən neftə görə. Bəli, onlar hamısı düzdür. Səhv elə A variantıdır orada. Bəli. Qazax tovuzda bentonit və seolit gilləri də var. Həmçinin əslində Bəli, polimetal bəli, ehtiyatı da var Qazax tovuzda. Həm də üzümçülük geniş inkişaf eləmişdi orada. Aha, doğrudur. 38. 39. Oxuyum müəllim 39. Buyurun.
Verilmiş xüsusiyyətlər hansı iqtisadi rayonlara aiddir? Sənayenin başlıca sahələri neft və qaz çıxarma, elektroenergetika və tikinti materialları sənayesidir. Kənd təsərrüfatına pambıqçılıq, qoyunçuluq ixtisaslaşmışdır. Ərazisinə beynəlxalq əhəmiyyətli neft və qaz kəməri, dəmir, avtomobil yolları keçir. Müəllimə, buna mərkəzi rayondan Salyan, Şirvanı deyə bilərik də. Aha, pambıq deyərkən deyə bilərik. Bir də əhəmiyyətli yollar. Milmuğan yazsa da Bəli. səhv olardı. Mərkəzi Arandan Salyan Şirvandan keçir. Özü də Salyan Şirvanda Hacıqabul nəqliyyat qovşağı Bəli, sayılır. qovşağı Mərkəzi sayılır. Aranda isə Yevlax. Kürdəmirdir, Yevlaxdır. Bir də hansıdır? Ağdaşdır, Ləki. Bəli. Aha. Dəmir Neft keçirdi qazları buradan. da var, bilirik də. Mərkəzi Aranda Mollaxanlı. Kürdəmir və Mərkəzi Aranda Kürdəmir. Molla kənd Mollaxanlı. Bəli. Aha. Salyan Şirvanda da həmçinin neft Evet. yataqları var. Bəli, Milmuğanda bəli. da var həmçinin neft. Məsələn, Naxçıvanda neft olmaz. Onu heç demirik. Yoxdur. Qarabağda müəllimə Var, ehtiyaclar olduğunu yoxsa var. Bərdədə gözləmişdik var. yəni, bəli. Sonra Qazax Tovuzda var. Məsələn, Bəli. Şəmkirdə, Tovuzda neft ehtiyatları var. Bəli. Təksərlər zad var. Hə. Aha, 40-a baxaq. Aha, deməli, xəritə sxemi əsasən rəqəmlərlə göstərilmiş Türk dilli respublikalar üçün ümumi əlamətlər. Bu, müəllimə, Qaraçay, Çərkəzlə Kabarddə-Balkar ərazisidir də, elə Hansı deyil. Qaraçay, Çərkəz, hansı Kabarda-Balkardır? Bir Qaraçay, Çərkəz, Aha, yoxsa Düzdür. ikincisi İkincisi Kabarda. Kabarda-Balkar. aha. Dağlıq relyef üstündür, Qaraçay, Çərkəz. Amma ikisinə də aid eləmək olar müəllimə bunları. Mhm. Dağlıq relyefi. Hər ikisi üçün ümumi əlamət deyil. Deməli, zəlzələ və müasir dağ əmələ gəlmə zonalarından kənarda da əksinə düşür. Geosinkronal əraziyə düşür. İkini çıxırıq. Deməli, çimli pozol və pozol kilitalan torpaqlar xeyr. Bura əsasən meşə ərazilər, bir də ki, yəni qəhvəyi meşə, Çimli pozol qəhvəyi olur, qonur. məsələn, mülayimin yuxarıda da. Məsələn, Bəli. Volqa boyunda desəydi yenə razılaşmaq olardı. Şeydir. Burada olmaz. Sonra pozol da ki, Tayqa tərəfdə, yuxarıda. Aha, Daha 3 şimalda olsa yanlışdı. götürmək olar. 2 yanlışdı. İki olanları çıxırıq. Sonra qalır mülayim iqlim qurşağındadır. Bu düzdür. Bir də əhalinin orta sıxlığı Rusiyanın Sibir regionunda yerləşən türk dilli ölkələrin orta sıxlığından daha çoxdur. Yəni Rusiyanın yox 5 düzdür elə. Çünki Sibirdə seyrək məskunlaşma idi. Amma elə bil cavabımız 1, 4, 5 olur D variantı. Bir də 6-ya baxsaq, ərazisinin əksər zona hissəsini düzənliklər təşkil etdiyinə görə Rusiyanın mühüm taxılçılıq rayonudur. Əksinə dağlıqdır. Axı bir də qeydləmişdik, dağlıq relyef üstünlük təşkil edir. Doğrudur müəllimə. Doğru. Belə Evet. müəllimlər, gecəniz xeyrə qalsın. Birtəhər izah etdiyi, necə deyirlər, səsimlə bağlı problem yaşadım həqiqətən. İnşallah ki, aydındır izahlar. Sabah inşallah bizim 2 dərsimiz olacaq. Türk dünyası, bir də qarışıq sual-cavab. Gecəniz xeyrə qalsın.